Aşıq Əkbərə burada eləşənlərin tam əksəriyyəti kimi mən də öz evimizdən tutmuş böyük bir saraylara qədər Aşıq Əkbərin məclislərində, onun konsertlərində olan bir insanım. Və özüm musiqiçiyəm. Ona görə də Aşıq Əkbər sənəti bugün bilin hardadır. Aşıq Əkbərin səsi Amerikanın senatında qeyri-adi səslər adlanan bir silsilə orada saxlanılır. Sağ ol patron, xeyrə şərə yarayan adamsan. Kılıçsın tüfeksiz alır canımı, bilen yoktur pirhan. Çalma. Balamıdır, salamıdır, yüzüm öldürür. Elə getsə pərşən əldən çıxdı, it də getdi, ip də getdi. Zərb aləti olmuyor bir zərgər dəqiqliyi qədər ritimdən çıxmalıdır. Bax, Amerikanın senatında əyləşmənin bir səbəbi bu. İkinci bir səbəbi nə idi? Səsin gözəlliyi onun içində olan çalarlardır. Yəni, səsi gözəlləşdirən onun məlahəti, çalarları və orada olan zəngülələrdir. Çox adam zəngülə bilir. Zəngülələr bildiyiniz kimi bir hız sabitinin köməyi ilə sait səslərdə vurulur. Ünvanımda işıqlandım, xeyir şəri tezcə andım, o tanrıma arxalandım, mən dinə, imana gəldim. Haqqım çoxdur öyünməyə, dost görəndə söyünməyə, ürək verdim döyünməyə, eşqin üzən gölündəyəm. Düz yolumdan ayrılmaram, qından hər an sıyrılmaram, mən Əkbərəm, yorulmaram, qartallı dağ belindəyəm. Misri piyalə gözlər daha payızdır. Mən bu bir neçə cümləni Əkbər haqqında yazılan uzun bir yazıdan götürmüşəm. Qürbətdə yazılmış şeirdir. Qasid, gedər olsan bizim ellərə, soruş göz oxşayan çöllər necədir? Düşmən qaynağında qalan dağlardan qopub gələn axan sellər necədir? Qoca qartal at çapırmı hər yerə? Rəhmətli Nikar Çiridəmizdir, ha, qoca qartal. Qoca qartal at çapırmı hər yerə? Zükür təzinisi ilə kəsirmi bərə? İdrislə çayçıda ayda 4 kərə. Söhbət açan şirin dillər necədir? Gün gələr sənimi əl-əl gəzərlər. Hamısı bu elin, ovanın, bu torpağın sənətkarlar olub. Salif seçilən sənətkarlar olub özdə.
torpaq örtməklə deyil, gün gələcək ki, onlar da yadlanırlar. Çünki onlar qızılı uzsa da qara torpaqlar yenə qiymətin özündə saxlar. Onlar qiymətin özündə saxlamış adamlar idi. Gün gələr, səlimi əl-əl gəzərlər, yaşadar ruhunu qoşma qəzəllər, İsa'nın şeirində türfə gözəllər, dümabbaq hənalı əllər necədir. Necə oldu Abbasla Müseyibin həngi, Söyün Nəcəf kimi sözün nəhəngi, Əhbərin Heydəri, İmranın cəngi, Arxanın sadında tallar necədir? O türlər tallar deyir, telə ha. Biz deyirəm, bu incə sahibdə ağa, tel deyir. Ağa bizdə Haydar dediği kimi telə də tal deyirlər. Arxanın sadında tellər necədir? Əliyəm ötürmü? Tarı, qabalı, çoxdandır elimdən olmuram halı, aşklı, şairli, toz mahalı, qohumlu qardaşlı ellər necədir? Adam söhbət Doğrudan da əziz yoldaşlar, üzr istəyirəm, hamınız mənim canım, ciyərim, qohum, qələbələmişsiniz. İnsan qürbətə düşəndə torpaq nədir, vətən nədir, onu bilir. Neçə ki qürbətə düşüb, ömrü boyu vətən, torpaq nə deyiləcəm, bunu bilə bilməz. Mən belə yaşımdan, yerim yurdum bilinmir, belə dünyanın yarısını gəlmişəm bu saza görə. Əlbəttə özəm fərqələr, saza görə. Əhbər, söhbət əhbərdən gedir, onun başına yığılmışıq. Sənətkarlıqdan söhbət düşəndə biri var sənətkarlıq eləmək, biri var sənətkar olmaq. Sənətkarlıq eləmək olar, amma sənətkar olmaq çox çətin şeydir. Çünki bu Allahın vəhindən gələn şeylərdir, Allahın bəxşindən gələn şeylərdir. Əhbər əsr sənətkar edir. Sazın 72 havası deyilən, özür istəyirəm mən sizdən deyirəm, amma bir neçə dəfə ali məclislərdə demişim. Əlbəttə, bundan ali olmasın. Bu ali məclis mənlər ötürü hamısından üstündür. Mən deməkdə məqsədim odur ki, orada da demişəm, yaş tərzim ödəmir. Əsəd əmimdən Mirzə Qağamı çıxmaq şərtindən oradan bəri gələn cəm ustadların, rəhmətli qalanların da, ölənlərin də hamısının dizin dibində Allahıma qismət edib. Oturub onları dinləmişəm. Çöllüklərim də olur. Yəni onların sənət yükünə bələd olmuşam. Amma sazın 72 havası deyilən havası var ha. Onu səlis, düzgün, yerli, yataqlı nöqtəsini qoyan, möhürünü vuran sənətkarlardan şükür Allah'ın böyrünə mən Aşıq Əhbər Cəfərov gördüm. Mən deyirəm bunu. Allah ona rəhmət eləsin. Həqiqəti demək, peşəmdir mənim, insanlıq yolunda vəliyəm axı. Cabanın əlində dərdə qələməm, qocanın əlində çəliyəm axı. Sənətkarın onsuz da bir gün vardı, bir gün yoxudur. Civim gah boş olubdur, gah da ki dolu. Görmüşəm qıtlığı, görmüşəm bolu. Qardaş, qəfildən dəyişsəm tutduğum yolu, el elə bilər ki, dəliyəm axı. Çoxları var tartıb, baxdılar hula. Var əldən gedəndə döndülər qula. Heç vaxt mənliyimi satmaram pula. Mən filan deyiləm, əliyəm bax. Aranı yıxdır, aran güzəlimə, sağ qədər.
rəssam ustası Profesör Nəsir Əhmədli belə deyir, qulağı düzündəsin. Güneş tək parlayıb çıxdın tabuzdan, sazını ürəklə çaldın ay Əkbər. Əsturub bülbülü şakrıq sətinlə, Allah hamıyı heyrətə saldın ay Əkbər. Dünyanın 5 günlük qonağı oldum. Amma toyların, şanların sorağı oldum. Ay qara, sənətinin sönmez çırağı oldum, halalın olsun. Şan şöhrət tadını aldın ay Əkbər.
qəlbimdə qaldın, ay Əhbər. Həqiqətən Əhbər bütün qəlbinə də yaşayıb və yaşayacaq. Qocalıq zirvədə boylanan qardır, həyatın acısı, şirini vardı. Kimi qəmdə, kimi keyfdə dəm olar, dünyanın işini nə bilmək olar. El içində sayılmayan bir adam, adı dildə yayılmayan bir adam, iş başına qoyulmayan bir adam, dindirərsən, yeri, göğü yırğalar, dünyanın işini nə bilmək olar. Əkbər dərs alıbdı ustad yanında, təmiz vicdan gərək insan qanında. Bu çərxi gərdişin nərdivanında biri elər, biri qalxar ucalar. Dünyanın işini nə bilmək olar. Əkbər baxın